maşallah və ya təbarəkallah harda, hansı işlərdə deyilir? Fərq varmı? Eee, yəni bir var insanın yəni hər hansı bir işin yəni öz hünəri ilə başa gəldiyini insan düşünərsə, belə fikirlər gəldiyi zaman onda maşallah deməlidir. Məsələn, bağ-bağçası var. Yəni bəzən insana elə fikirlər gəlir ki, bu özü əkdiyi üçün, özü xidmət etdiyi üçün, yəni belə bir hala gəlib çıxıb. Onda bunu dəf eləmək üçün insan deməli ki, məşəallah. Yəni Allah istəyib ki, belə oldu. Yəni məşəallah nə deməkdir? Yəni Allah istədi ki, belə oldu. Yəni mənim istəməyimlə yox, Allah Teala'nın istəməyi ilə belə oldu. Necə ki, Kəhf surəsində də keçir ki, və izə dəxəltə cənnətəkə qultə mə şəallahu la quvvətə illə billəh. Sən bağçana girdiyin zaman de ki, mə şəallah la quvvətə illə billəh. Yəni Allah istədi ki, belə oldu. Güc qüvvət yalnız Allahdandır. Amma bərəkətlə dua etmək isə, yəni insan bir təəccüblü şey görür. Təəccüblü şey gördüyü zaman onda bərəkətlə dua etməlidir ki, ona göz dəyməsin. Yəni fərq ondadır. İnsan bir şey özündən görəndə onda maşallah deməlidir, amma başqasında təəccüblü bir şey gördüyü zaman barakallah deməlidir. Yəni Allah bərəkət versin, bərəkətli etsin deməlidir ki, insanın ona gözü dəyməsin.